Martın 7-sinə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Doğru Xəbər Azərbaycan kanalına verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub-şərq küləyin əsəcəyi gözlənilir. Temperatur gecə 2-7, gündüz 12-17 dərəcə isti, atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 50-55% proqnozlaşdırılır. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, lakin gecə saatlarında bəzi yerlərdə az çiskin gözlənilir. Havanın temperaturu gündüz 1-4 dərəcə isti, gecə 0-5 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.